Hamınıza salam dostlar. Bugün sizlerle beraber Minecraft'ın 3. bölümüyle karşınızdayım. Bugün dostlar gördüğünüz gibi kostümümüzü değiştirmişik ve bir dostumuzun isteği üzerine değiştirmişik bu kostümümüzü ve uzaylı eləmişik. Bu arada çox da qəşəng görünür. Mən özüm də bayağı xoşladım. Yaxşı ki değiştirmişik. Bu arada seti falan her şey gördüğünüz gibi çıkartmışam. Elimize ilk önceyle atmadan qabağa açdıq bu arada. Açıp tez bağladıq en azından. Dostlar buradan bak yeni açıldı dayan. No atma. Hə. Dostlar bugünkü bölümü orada getmək olmaz. Tamam. Bugünkü bölümümüzde yeni evimizi düzəldəcəyik. Evimizi necə düzəldəcəyik? Evi mən şəxsən indidən deyim ki, özüm düzəltmirəm. Burada gördüğünüz kimi necə düzəldəcəyimi falan alt bloklarını falan koymuşam. Ancaq hələ tam başlamışıq. Mən düzəltmirəm, yəni bir yerdən baxıb düzəldirəm. Yəni öz yapım veya öz tasarımım değil. Hazır şəkildə bir yerdən baxıb düzəldirəm. Blokları bu arada dünən həqiqətən çox çətinliklə kastım. İstəyərdim ki, yayında kastım, ancaq yayın aça bilmirik hələ ki. Yəni buna görə də yayında kasa bilmədim. Məcbur bu şəkildə kastım. Bayağı bir blok var. Gördüğünüz kimi steklərlə var. Daşlardı, merdivendi, qapıdı, taxtalardı, camlardı. Bu arada cam niye böyle 2 stek üstü 32'li idi? Keçən bölümdə, ikinci bölümdə də ocaqda yəni göstərmişdim o videoda. Hazır bir stek cam pişirdi. Onları ince cama çevirmişəm. Və bu şəkildə eləmişəm. Yəni bu şəkildə, yəni hesablasaz o qədər çıxır. Bu arada əlavə də hələ burada da göstərim. Hanı görə bilmirəm. Tapa bilmirəm. O yox. Bu. 4 dənə də gördüyünüz kimi əlavə camlar var. Ancaq indi bizim işimiz bu değil. İndi biz ilk öncəliklə bu arada setimizi də giyinək. Hər ehtimala qarşı partlayıb falan eləyərik burada. Bayağı uzun müddət aldı, bayağı uzun zaman aldı həqiqətən. Yəni bəlkə uzun zaman almayıbsa belə mənə elə gəlir. Yavaş-yavaş yapımıza başlaya bilərik. 1, 2 və 3. Gördüğünüz kimi bu hissələri 3 hər tərəfi bu şəkildə düzəldirik. İstəyənlər bu arada baxıb videodan da düzəldə bilərlər. Tabii ki yavaşladıb düzəldə bilərlər. Yəni ki bu hissələri sürətləndirəcəm. Ancaq dəqiq bilmirəm. Gördüğünüz kimi dostlar buraların hər birini 3 düzəldirik. Bu hissələr 6, bu hissə isə 9'luq olacaq şəkildə hazırlayırıq. Onda tez bir şəkildə hazırlayaq. Və dostlar oranı hazırlayandan sonra buradan gördüğünüz kimi bu şəkildə də bu arada blokları götürsək olar mükəmməl. Gördüğünüz gibi merdiven bloklarını, yani benim işlətdiyim bloklar bu şəkildə, amma bayağı bir blok istəyir. Yəni həqiqətən çox şey gedəcək bu evə. Amma dəyər məncə bu evə, çox qəşəng bir ev alınacaq. Gördüğünüz gibi bu şəkildə hər birini düzəltdik. Və bu arada yapraklar yox imiş. Yaprakları da indi makas düzəldib götürərəm, onu en sonda eləyəcəm. Və bu arada yataq da buradan bir dənə tez bir şəkildə yatdıq. İndi dostlar əsas hissələrdən, yəni birinci mərtəbənin əsas hissələrindən birini düzəltməyə başlayırıq. Bizə cam lazımdır. Bunu saxla elimdə. İndi bu şəkildə alaq əlimizə və işlərimizi. Bunları götür, bunu götür. Və səhvliklə yerə falan qoyarıq. O önəmlidir. Hal-hazırda bunlar önəmlidir. Ya bizi için önemli de en azından. Bu şəkildə dostlar gördüğünüz kimi 3 blok qırırıq. Bu arada yavaş düzəldəcəm. Bu şəkildə gördüğünüz kimi 3 blok qırdıq və mən bunu bir dənə belə eləyim. Mən qapını içərdən qoyacağam. Videoda bu şəkildə göstərdi. Mən də bu şəkildə eləyəcəm. Və son olaraq da buradan bunları bu dörtlü şəkildə gördüğünüz kimi belə qırıb üstlərindən belə əyri tərsinə şəklində merdiven bloklarını qoyuruq və bu şəkildə eləyirik. İndi
Bunları bu şəkildə alaq və başqa bir də tuzaq qapısı, onları da aldıq. Tamam, gördüğünüz gibi bunları bu şəkildə yanlara, bunu da divarlara bitişik şəkildə qoyuruq və en sonunda da hop olmadı, hop. Gördüğünüz kimi mən niyə elə eləyirəm anlamadım mən də. Bu şəkildə qoyuruq və en sonunda da bunları iki dənə, bu ikisini bu şəkildə qoyuruq və belə qəşəng bir görüntü alınır burada. Mən bayağı sevdim bu görüntünü həqiqətən. En sonda sandıqları və yataq otağını bu arada. Yəni çox da böyük bir yer olmayacaq, ancaq devamında da fərqli fikirlərim var. Bu hissəni açıq, burada bizə lazım olacaq. Və indi əsas hissələrdən birinə gəlirik, yuxarı mərtəbəyə gəlirik. Yuxarı mərtəbəni bu arada buranı bağlamaq da yadımdan çıxıb. Ən yaxşısı mən bunları sürətli şəkildə eləyim, yenidən qarşınızda olacağam. Və dostlar, yenidən gəldim. Ev tam hazır olmayıb hələ ki, ancaq indi gördüm ki video kaydı devam eləmir. Normalda sürətli bir replay şəklində göstərəcəydim bu hissələri, ancaq videonun bir qədəri yəni getdi. Bəzi hissələri falan düzəltdim, ancaq heç nə olmaz deyəcəm, devam eləyəcəm, çünki başqa yolumuz yoxdur. Niyə bu şəkildə qoyur? Mən bunu bu arada çıxardacağım, çox mane olur. Bir dəqiqə, biz bunu bu şəkildə yox, bu şəkildə qoysaq daha məntiqli olar məncə. Neyse, yəni aşağı düşdük. Artıq bu hissələri bu arada sürətləndirilmiş şəkildə təkrarını izləyə bilərsiniz. Hələlik, yəni sürətli hissələrə direkt keçək. Buralarda yəni ki mahnı falan gedə bilər bəlkə. Jamendo.com. Ve dostlar, gördüğünüz kimi yenidən gəldim. Evimiz bu şəkildə alındı, ancaq bu bəzi hissələri var ki, onlar qalıb. İlk olaraq ancaq bunları falan, hər şeyi belə əlimdəki boş əşyaların hamısını bir sandığa atmaq istəyirəm. Ancaq sandığa atmadan qabaq direkt ora bir dənə sandıqları atarıq biz. Bunların hamısı sandıq otağı üçün falan gedəcək. Yataq lazımdır bizə. Bir ədəd də crafting bəs eləyər məncə ora. Bu bayırdakı əşyalarda bayırda qalması məncə daha məsləhətlidir. Bunlar burada qala bilər. Sadəcə sandıqlardakı veşləri falan daşıyacağım. Və əlavə olaraq da buradan bu şəkildə biraz belə çubuq götürüb mənə lazım olan budur. Bundan neçə dənə lazımdır sadəcə onu bilmirəm. İndi baxaram. Deyəsən elə 3 dənə bəs eləyir. Tamam. Birini bura atıram, bu fənərlərin birini bura atıram. Bir dənəsi bura gedəcək. Bir dənə bura, sonra biri bura, sonra da biri bu tərəfdən arxa tərəfə gedəcək. Bu arada arxadan falan da bu şəkildə görünür. İndi gəlsək evin iç dekorasiyasına. İçini bu şəkildə eləyəcəm. Gördüyünüz kimi varillər bu şəkildə, hop, açma sandığı bu şəkildə. Bunları bu şəkildə yana qoysaq mükəmməl olar. Bunlar da belə, bu bura, bir dənə də olmadı. Dayan, bunu bu şəkildə yox. Tamam, elə qoya bilmirik deyəsən. Necə eləyək onu? Mən bir dənə əlimizdə o blok var imiş, tamam. Onda mən bunu bu şəkildə bura qoyacağam. Sonra da
bunu buradan da qırmalıyıq. Bunları da bu şəkildə yerinə qoyduğumu mükəmməl şəkildə görünür bu hissə. Həm də işıqlı oldu. Bunu da bura atacağım. Sonra bir crafting. Bu arada əlavə fıçı xərclədik deyəsən. Bir fıçı da xərclədik əlavə olaraq. Bir dənə ona baxacağım. Sandıqdan baxım qalıbsa əgər, qalmayıb. Tamam, bir dənə də ora bu şəkildə bir fırın da ataq. Əlavə olaraq fırın da qalsın. Bu şəkildə də bir fırın ataq bura. Bunlar da burada hazır şəkildə oldular. Hər şeyimiz hazırdır. Evimiz də hazırdır. Sadəcə video dışına saxlayacağım onda. Bunların qıraqlarına yarpaqlar gedəcək. Onları da video dışında həll eləyərəm mən. Dostlar, gördüyünüz kimi evimiz bu şəkildə oldu. Bu arada ikinci mərtəbəsini də göstərim. Bayağı burada da bir yerimiz var. İkinci mərtəbəsində nə eləməyimizi nələr qoyaq, nə eləyək, onları da yorumlar, şərhlər bölməsində qeyd etməyi unutmayın. Son olaraq da bir dostumuz istəmişdi deyə son olaraq da direkt uzaylı skinimlə qalıb videomuzu bitirirəm. Dostlar, videomuz bura qədər idi. Əgər videomuzu bəyəndinizsə kanalımıza abunə olub like atmağı unutmayın. Sağ olun, görüşənədək.